Salam, axşamınız xeyir olsun dəyərli izləyicilər. Bir izləyicimiz soruşmuşdu ki, mən burada 205-də necə görə bilərəm yanacaq mühərrikinin kilometrajını və elektrik enerjisi ilə işləmə kilometrajını. Maalesef bu 24'lerde tam dəqiq bilmirəm, amma yəni ümumi araşdırmalarıma görə 24-25'lerde yani yeni versiya çanqanlarda artıq onu Çinlilər niyəsə də yerləşdirmirlər. Burada ancaq qısa məlumat, uzun məlumat var. Sadəcə olaraq buradan bunu necə tapmaq olar, necə bilmək olar. Bir bu display ekranda görürsünüzsə sol tərəfdə cəmi gedən var 916 kilometr. Bir də buradan sükanda olan bu kvadratı basaraq menüdə gələn drive infodan okey verib aşağı düşməklə baxın bu 916 ümumi gedişdir. Burada göstərilən 525.3 elektrik mühərriklə gedişi göstərir. Buradan bunu necə hesablamaq olar? Yəni 916'dan 525'e çıxırsınız. Yerdə qalan mühərriklə getdiyi məsafədir. Yəni enerji. Əslində bu mühərriklər benzin mühərriklə hərəkət eləmir. Yəni bütün hallarda elektrik mühərriklə hərəkət eləyir. Sadəcə benzin mühərrik işləyir, elektrik mühərrikə zaryadka verir, şarj eləyir. Onun nə qədər işləməsini isə onu da buradan məsələn 916, məndə 916'dan 525'e çıxıb yerdə qalanı bilmək olar ki, bu elektrik mühərriklə hərəkət edir. Ona buradakı ekrandan da baxmaq olur. Burada Car Center'da enerji hissəsində Engine Q var. Yəni bu cədvəl vardı. Nə qədər? Burada 50 kilometre göstərir ki, elektriklə nə qədər işləyib, yanacaqla nə qədər işləyib. Bunun yenə həmin ekranda göstərilən eyni qayda burada var. Baxın, short, qısa, bir də uzun. Burada baxın ümumidə göstərir 916.3. Burada sadəcə elektriki göstərir 525.3. Yəni buradan bunu çıxanda yerdə qalan sizə verəcək sizin yanacaq mühərrikiniz neçə kilometrlik iş görüb, yəni işləyibdir, belə deyim də, sərfiyyat eləyibdir. Bunu ancaq hələ ki məndə yəni araşdırmalarımdan tapdığım məlumat budur. Bir də bu OBD-lər var. OBD 2 sadə ucuz variantda olan OBD-lər var ya, 15-20 manat, 40 manata satırlar. Onun burada sükanın aşağısında orada onun aşağıdan taxma yeri var. Hansı ki diagnostik eləyəndə aparatı taxılan yer. Onu ora taxmaqla, telefona proqram yükləməklə orada mühərrikin mühərrik sisteminə baxanda orada benzin mühərrikinin dövriyyəsi, sərfiyyatı belə deyim də, yanacaq sərfiyyatı yox, yəni kilometraj sərfiyyatı oradan görmək olur. Yoxlamamışam, ancaq belə məlumatlardan, internetdən araşdırmalarıma görə oradan görmək olur. Diqqətinizə görə çox sağ olun. Minnətdaram. Hər kəsə uğurlar arzulayıram. Kanalımıza abunə olub, bəyənib paylaşmağı unutmayın. Çox sağ olun.